Yəqin ki, həyatında belə məqamlar olub. Kədərlənmisən, qəzəblənmisən və belə demisən: o belə etməməli idi. Müdirim bunu görməli və məni dəyərləndirməli idi. Maaşımı artırmalı idi. Atam bunu mənə almalı idi, amma almadı. Sevdiyim insan mənimlə belə davranmamalı idi. Mən buna layiq deyildim. Uşağım bunu etməməli idi. Mən ondan bunu gözləmirdim və s. Bunların nəticəsində kədərə düşüb, əsəbləşib və həyatının niyə belə olduğundan şikayət etdiyin anlar yəqin ki olub. Amma acı həqiqətlə üzləşməlisən. Bunların heç birində günah qarşı tərəfdə deyildi. Günahkar həmişə sənsən. Çünki gözlənti yaratmısan. Bu olmalılar hardan çıxdı? Kim sənə deyib ki və ya kim bu qanunları müəyyənləşdirib ki, belə olmalıdır? İstər ata olsun, istər ana olsun, istər dost, istər sevgili olsun, hər kəs bu dünyada özü üçün yaşayır. Hətta ən qarşılıqsız sevgi deyilən valideyn sevgisində belə bir mənafe var. Övladının yaxşı insan olub böyüməsindən sonda yenə valideyn rahatlıq tapır, xoşbəxt olur və bu daha çox onun özünə xoşbəxtlik gətirir. Dostluqda da, sevgidə də, ailədə də, hər şeydə bu belədir. Amma biz elə bilirik ki, dünyanın mərkəzindəyik. Hamı bizi sevməli, bizi kəşf etməli, layiq olduğumuz dəyəri bizə verməlidir. Amma hər kəs dərində özü ilə əlləşir. Bu həyatın, təbiətin qaydasıdır. Sadəcə mənafelər nə qədər bir-birinə uyğundursa, münasibətlər də bir o qədər normal olur. Gözlənti yaratmaq bütün kədərlərin kök səbəbidir. Son nəticədə arzularınızı başqalarına bağlamayın, gözlənti yaradaraq yaşamayın. İnsanın özü ilə bağlı məşğuliyyəti olmalı, özünə zaman ayırmalı, təklikdə qalmaqdan zövq almağı öyrənməlidir. Dayanmadan insanlardan yapışmaq sonda sizi arzu olunmaz insana çevirəcək. Müdirim məni görüb kəşf etməli, mənə dəyər verməli idi. Lap yaxşı, görmür, nə etsən də, hətta bunu dilə gətirsən belə xeyri yoxdur. Deməli problem səndədir. Ya oradan çıxmalısan, ya da özünü inkişaf etdirməyə başlamalısan. Şikayət edib deyinməyin mənası yoxdur. Övladın sənin verdiyin bütün cəhdlərə, bütün əziyyətlərinə baxmayaraq böyüyüb başqa adama çevrilib, olsun, bu ki sənin nəzarətin çərçivəsində deyil, əlindən gələni edəndən sonra gözlənti ilə yaşamağı dayandır. Münasibətdə olduğun insan sənə layiq olduğun dəyəri vermir, lap yaxşı. Günah onda deyil, səndədir. Niyə? Çünki özünü dəyişdirmək, inkişaf etdirmək əvəzinə qarşındakına yüklənməkdən başqa heç nə etməmisən. Gözlənti yaradıb yaşamısan. Yəqin bu olsa düzələcək demisən. Amma heç vaxt dəyişməyəcək. Heç kimi dəyişdirə bilməzsən. Bunu qəbul et. Dəyişsən də bu yalan və süniliklə olacaq və gələcəkdə hər şey başına yıxılacaq. Ən sadə və rahat həyat qəbul etməkdir. Özünü qəbul et. Qorxaqsansa de qorxağam, de ki cəsarətim yoxdur, de ki bacarmıram, de ki savadım, ünsiyyət qabiliyyətim yoxdur, de ki mən daimi seviləcək adam deyiləm. Qəbul etməsən, ömrünün sonuna qədər kimlərdənsə nəsə gözləməklə yaşayacaqsan. Qəbul etsən, bunu düzəltmək yolunda addım atmağa başlayacaqsan. Maskalanmağın süni səbəblər yaratmağın heç kimə faydası yoxdur. Özü ilə məşğul olan, bütün baş verən səhvlərin son səbəbini özündə görən adam dayanmadan bu təcrübələrdən dərs çıxarıb irəli gedəcək. Onun duruşu daha möhkəm olacaq, özünə aid dünya qura biləcək, öz məşğuliyyətləri, maraqları olacaq. Gözlənti yaratmaq sizi mütləq və mütləq şəkildə bir gün məyus edəcək. Çünki hamımız insanıq və mükəmməl deyilik. Səhvlərimizlə, nöqsanlarımızla özümüzü qəbul etməliyik. Başqalarından gözlənti ilə yaşayanda heç özünə çevrilib baxmısanmı? Bəs sən kimsən? Bəs sən nə etmisən? Sən doğrudanmı mükəmməlsən? Özünə hörmət və daxili sakitliyi tapmaq, özünü inkişaf və gözləntiləri dayandırmaqdan keçir. Almanların gözləntiləri, arzuları qovalamaqla bağlı belə bir yanaşması var. Əgər gözəl bir kəpənək görmüsənsə, onu tutmaq istəyirsənsə, arxasınca qaçaraq vaxt itirməyin mənası yoxdur. Bunun əvəzinə öz həyətinin, bağını gözəlləşdir. Sonra ora kifayət qədər gözəl kəpənəklər gələcək. Bir çoxumuz həyatı kəpənək toru ilə əlimizdə qaçaraq keçiririk. O kəpənək bəzən layiq olduğumuz maaş, bəzən ideal sevgili, bəzən isə insanların hörməti olur. Biz qaçdıqca o kəpənək daha uzağa uçur.
Çünki kəpənəklər qaçan birindən ürkməyə proqramlaşdırılıb. Sizin enerjiniz qorxu, ehtiyac və gözlənti dolu olanda hədəflərinizi özünüzdən uzaqlaşdırırsınız. Almanların bu hikmətli yanaşması bir neçə mərhələdən ibarətdir. 1. Torpağı hazırlamaq, özünü qəbul etmək. Biraz əvvəl dediyimiz qorxağamsa de ki, qorxağam anlayışı məhz budur. Daşlı kəsəkli, alaq otu basmış torpaqda bağ salmaq olmaz. Öncə daxili dünyanızdakı o saxta mükəmməllik maskalarını təmizləməli, öz torpağınızın real vəziyyətini görməlisiniz. 2. Gözəl çiçəklər əkmək, inkişaf və məşğuliyyət. İnsanın özü ilə bağlı məşğuliyyəti olmalı dediyimiz məqam budur. Siz öz üzərinizdə işləyəndə, yeni bacarıqlar qazananda, kitab oxuyanda, sağlam qidalanıb xarici görünüşünüzə fikir verəndə, estetik zövqünüzü, danışıq qabiliyyətinizi inkişaf etdirəndə, daxili sakitliyinizi tapanda, əslində bağınıza ən nadir çiçəkləri əkirsiniz. Siz artıq müdir məni görsün deyə qışqırmırsınız. Bağınızın qoxusu, peşəkarlığınız və xarakteriniz o qədər uzağa gedir ki, müdir adlı kəpənək özü gəlib o çiçəyin üzərinə qonur. 3. Gözləntini dayandırmaq, yəni səbr. Çiçəyi əkən kimi kəpənəyin gəlməsini gözləmək yenə eyni tələyə düşməkdir. Bağban çiçəyi kəpənək gəlsin deyə deyil, çiçəyi sevdiyi üçün əkir. Təklikdən zövq almaq dediyimiz hal budur. Mən öz bağımda xoşbəxtəm, kəpənək gəlsə də xoşdur, gəlməsə də, bağım yenə gözəldir. Bəs niyə bütün günahlar səndədir? Çünki sən bağını quraqlıq və baxımsızlıq içində qoyub, qonşunun bağındakı kəpənəyi tutmağa çalışmısan. Sən özünü inkişaf etdirmək əvəzinə qarşındakına niyə mənim yanıma gəlmirsən deyə yüklənmisən. Amma kəpənək, yəni sevgi, hörmət, uğur boşluğa gəlmir. O dolğunluğa və gözəlliyə gəlir. Əgər bugün həyatınızda kimsə sizə layiq olduğunuz dəyəri vermirsə, dayanmaq və daxilinizə baxmaq vaxtıdır. Bağımda hansı çiçək əskiyidir ki, bu kəpənək bura qonmur? Bu sual şikayət etməkdən 1000 qat daha faydalıdır. Artıq dayanmalı və reallığın gözlərinin içinə dik baxmalısan. Göylərə baxıb möcüzəvi bir əlin enəcəyini, həyatını bir toxunuşla cənnətə çevirəcəyini gözləməkdən əl çək. Dua etmək mənəvi rahatlıq verə bilər. Amma sənin yerinə o addımı heç bir ilahi qüvvə atmayacaq. Göylərdən möcüzəvi hədiyyələr gözləməyi dayandır. Həyat pasiv gözləyənlərə deyil, aktiv şəkildə özünü inşa edənlərə qapı açır. Heç kim səni xoşbəxt etmək məcburiyyətində deyil. Nə atan, nə anan, nə həyat yoldaşın, nə də övladın. Hər kəsin çiynində öz həyatının yükü var və heç kim sənin daxili boşluğunu doldurmaq üçün bu dünyaya gəlməyib. Unutma, insanların sənə olan rəftarı əslində sənin özünə verdiyin dəyərin əks sədasıdır. Kimə nəyi, nə qədər və hansı dərəcədə icazə verirsənsə, o da səninlə o cür davranır. Əgər sərhədlərin yoxdursa, hər kəs o ərazidə istədiyi kimi at çapdıracaq. Bu qayda dəyişməzdir. Sənin azadlığının sərhəddi mənim azadlığımın sərhəddinə qədərdir. Amma sən öz sərhədini çəkməsən, başqaları sənin sahəni işğal edəcək və sən ömür boyu yaxınlarım inciməsin, dostumdur, eybi yoxdur deyə başqalarının əsarətində onların senarisi ilə yaşayacaqsan. Öz sərhədlərinizi müəyyən etməsəniz, ömür boyu başqalarının əsarətində yaşayacaqsınız. Fərqi yoxdur, o başqaları sizin doğmalarınızdır, yoxsa dostunuz. İndi özünə bax, qüsurlarınla, qorxularınla, tənbəlliyinlə üzləş. Səhvlərini qəbul etmək zəiflik deyil, ən böyük cəsarətdir. Mən burada yanıldım, mən burada zəiflik göstərdim dediyin an, sən artıq o səhvin köləsi deyil, sahibi olursan. Kimisə dəyişməyə çalışma, çünki bu boş bir enerjidir. Sən yalnız özünü dəyişə bilərsən. Özünü dəyişdiyin an, ətrafındakı dünyanın rəngi də dəyişməyə başlayacaq. Almanların o məşhur kəpənək və bağ misalını heç vaxt zehnindən çıxarma. Əgər həyatın qurudursa, ruhun baxımsızdırsa, bura heç bir gözəllik qonmayacaq. Sən öz bağını, yəni daxili dünyanı, savadını, xarakterini, hobbilərini və ruhunu gözəlləşdir. Sən elə bir bağ yarat ki, kəpənəklər gəlməsə belə, sən o bağın çiçəkləri arasında tək qalmaqdan zövq alasan. Kimsə gəlsə, sənin gözəlliyinə ortaq olar. Gəlməsə, sən onsuz da öz cənnətindəsən. Dünyanın düzəlməyini, insanların ədalətli olmağını gözləmə. Dünya sənin daxili aləminin böyüdülmüş bir proyeksiyasıdır.
Sən daxilində sülhü tapsan, dünya sənin üçün dinc bir yer olacaq. Sən gözləntini kəssən, xəyal qırıqlığı da yox olacaq. Sən özünü sevsən, kimsəsizlik hissi səni tərk edəcək. Həyat qısadır və başqalarından nəsə dilənməklə keçirilməyəcək qədər qiymətlidir. Sükanı əlinə al, günahı da, zəfəri də öz üzərinə götür. Çünki azadlıq başqalarından heç nə gözləməmək lüksudur. İndi qalx və öz bağını salmağa başla. Kəpənəklər yoldadır.